Salam əziz şagirdlər. Bugün biz sizlərlə 6-cı sinif iş dəftərində olan səhifə 13 və 14-də olan tapşırıqların izahlarına baxacağıq. Gəlin başlayaq. Qeyd edim ki, səhifə 13 və 14-də olan tapşırıqlar ən kiçik ortaq bölünən, yəni əkop mövzusuna aiddir. Ən kiçik ortaq bölünən mövzusunu biz artıq öyrənmişik dərslikdən, tapşırıqları işləmişik. Deməli, artıq iş dəftərindəki tapşırıqları da rahatlıqla işləyə bilərik. Biz bilirik ki, ən kiçik ortaq bölünən nədir uşaqlar? Verilən ədədlərə qalıqsız bölünən ən kiçik ədəddir. Gəlin onda bu qaydaları biliriksə, tapşırıqlarımızın izahlarına başlayaq. Nömrə 1-dən başlayaq uşaqlar. Deməli, ədədlərin sadə vuruqlarına ayrılışından istifadə edərək onların əkobunu tapın deyir bu birinci tapşırıqda. Ona görə də mən lövhədə təzədən sadə vuruqlarını ayırmıram. Uşaqlar burada veriblər. 56-nı sadə vuruqlarına ayırıb, 56-nı 2-yə bölüb, 28-i 2-yə bölür, 14-ü 2-yə bölür, 7-ni 7-yə bölüblər 1. 70-i 2-yə bölüb 35, 5-ə bölüb, 7-ni 7-yə bölüb 1. İndi biz bilirik ki, əkop taparkən nə eləyirik uşaqlar? Hansısa bir ədədin sadə vuruqlara ayrılışını götürürük. Məsələn, mən 56-nın sadə vuruqlarına ayrılışını götürəcəm. Siz istəsəniz 70-i də götürə bilərsiniz, fərqi yoxdur. 56-nın sadə vuruqlarına ayrılışını götürüb buradan yazıram. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 7. Birbaşa 56-nın özünü də yaza bilərsiniz. Bu formada da yazmaq olar. İndi baxaq. 70 ədədində sadə vuruqlarına ayrılışında hansı vuruq 56-da yoxdur? Baxın uşaqlar, 56-da 3 dənə 2 var, 70-də 1 dənədir. Deməli 2 bizdə var. 7 hərəsində 1 dənədir. Deməli var. 1 dənə hansı vuruqdur ki, baxın, 70-nin sadə vuruqlarına ayrılışında olan 5, 56-da yoxdur. Deməli, bir dənə 5-ə vurmalıyam. Bərabərdir, cavabımızı tapaq. Baxın, bu qırmızı ilə yazdıqlarım 56-nın sadə vuruqlarına ayrılışı olduğu üçün bura qədər ədədləri bir-birinə vuranda 56 edəcək. Bizə qalır 56-nı 5-ə vurmaq. Buradan yazaq. 56-nı vururam 5-ə. 5 dəfə 6, 30, 0 yazıram 3 yadda. 5 dəfə 5, 25, 3 yadda 28. Deməli, 56 və 70 ədədlərinin ən kiçik ortaq bölünəni neçədir? 280. Yaxşı. Keçək ikincisinə. Burada biraz yerləşmədir, amma eybi yoxdur da bildiniz siz. Cavabımız oldu 280. Tamam, keçək ikincisinə. 24 və 40 ədədlərinin əkobundan söhbət gedir. Sadə vuruqlarını ayırıblar. Biz 24-ün sadə vuruqlarına ayrılışını götürək. Yəni 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 3. İndi baxıram 40-a. Uşaqlar, baxın, 24-ün sadə vuruqlarına ayrılışında 3 dənə 2 var, 40-da da 3 dənə 2 var. Amma 40-da olan, baxın, bu 5 vuruğu 24-də yoxdur. Deməli, mən burada bir dənə 5-ə vurmalıyam. Çatışmayan 5-dir bizdə. Bura qədər ədədləri bir-birinə vuranda 24 edəcək uşaqlar. 24-ü də 5-ə vursam 120 edəcək cavabımız. Yəni, 24 və 40 ədədlərinə qalıqsız bölünən ən kiçik ədəd 120-dir. Keçək növbəti tapşırığa. Yəni, ikinci tapşırığa keçək. Sadə vuruqları ayırmaqla ədədlərin əkobunu tapın. Deməli, artıq sadə vuruqları özümüzə ayırmalıyıq uşaqlar. 42-ni 2-yə bölürəm 21. 3-ə bölürəm 7, 7-yə bölürəm 1. İndi 60-a baxaq. 60 2-yə bölünür. Ən kiçik sadə ədəd hansıdırsa ona bölürük uşaqlar. Əgər bölünməsə, ondan sonraki sadə ədədə. 2-yə böldüm 30, 2-yə bölürəm 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1. İndi ən çox sadə vuruq 60-da olduğu üçün 60-ı götürəcəm bu dəfə uşaqlar. 60-ı bütövlükdə götürürəm. Baxın, buradan yazıram 60 vurulsun. 60-ın əvəzinə 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5 də yaza bilərəm. Bu formada da yazsaq daha rahat olur. İndi baxırıq 42-yə. Deməli, 42-də olan 2 bizdə var, yəni 60-da var, 3 var. Bir dənə 42-də olan 7 sadə vuruğu 60-da yoxdur. Deməli, 60-ı bir dənə 7-yə vursam, cavabı tapmış oluram. 60-ı 7-yə vursam, uşaqlar neçə eləyəcək? 6-nı 7-yə vurursunuz, 42. Yanına da bir dənə 0 yazırıq, yəni 420. 42 və 60 ədədlərinə qalıqsız bölünən ən kiçik ədəd ikisinə də eyni zamanda 420-dir, yəni əkobları.
İkinci tapşırığın ikincisini uşaqlar videonu dayandırıb əvvəlcə özünüz yazın. Əgər yaza bilməsəniz videoya davam edə bilərsiniz. İndi 36-nı sadə vuruqlarına ayırıram. 2-yə bölürəm 18, 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. 32-ni 2-yə bölürəm 16, 2-yə böldüm 8, 2-yə böldüm 4, 2-yə böldüm 2, 2-yə böldüm 1. İndi hansını istəsəniz götürə bilərsiniz uşaqlar. Mən 32-ni götürürəm. 32-də sadə vuruq daha çoxdur uşaqlar. 32-ni yazdım buradan. 32-nin sadə vuruqlarını ayrılışını götürdüm. İndi çatmayanları 36-nın sadə vuruqlarından götürəcəm. Deməli 32-də 5 dənə 2 var. 2-lər bizdə var. 36-dan 2 götürməyimizə ehtiyac yoxdur. 36-da olan 3 sadə vuruqlarının heç biri bizdə yoxdur. Yəni 32-də yoxdur. Ona görə də 32-ni mən 3-ə və bir dəfə də 3-ə, birbaşa 9-a da vura bilərsiniz. Uşaqlar, bu 36-dakı 3-dən biri 32-də olsaydı, biz sadəcə o birisi 3-ə vuracaqdıq. Amma 32-də heç bir dənə də 3 olmadığı üçün ikisinə də vurmaq lazımdır, bərabərdir. 3 dəfə 3 9 eləyir, 32-də vuraq, 9-a baxaq neçə eləyir, 32 vurulsun 9, 2 dəfə 9 18, 8 yazdıq, 1 yadda, 3 dəfə 9 27, 1 yadda 28, cavabımız eləyəcək 288. Bu da ikinci tapşırıq idi. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırığa. Ədədləri sadə vuruqlara ayırmaqla tap. Əkobu soruşur. Uşaqlar, burada yer az olduğu üçün mən lövhədə yazacağım. Nömrə üçüncü tapşırığa başlayaq. Əkob neçəni soruşur? 12, 15. 12, 15. Gəlin sadə vuruqlarını ayıraq. Çünki elə istəyir. Deyir, sadə vuruqlarını ayırın və tapın. 12-ni və 15-i sadə vuruqlarını ayırıram. 2-yə bölürəm 6, 2-yə bölürəm 3, 3-ə bölürəm 1. 15, 3-ə bölürük 5, 5-ə bölürük 1. İndi 12-nin sadə vuruqlarına ayrılışını götürək. Elə 12-nin özünü bütövlükdə götürüb buraya yaza bilərsiniz. Daha sadə olsun deyə. İndi baxırıq 15-ə uşaqlar. 15-də olan, baxın, 12-də 3 var, 15-də də var. 15-də olan 5 sadə vuruğu 12-də yoxdur. Deməli 12-ni bir dənə 5-ə vursaq biz əkobu tapmış oluruq. Cavabımız eləyəcək 60. Burada yazıram 60. Keçək B variantına. Əkob 35 56. 35 56 bərabərdir. Sadə vuruqlarını ayıraq. 35-i sadə vuruqlarını ayırıram. 5-ə bölürəm 7, 7-yə bölürəm 1. 56. 2-yə böldüm 28. 2-yə böldüm 14. 2-yə böldüm 7. 7-yə böldüm 1. Mən yazana qədər uşaqlar, mən əminəm ki, siz artıq yazıb cavabı bəlkə də tapmısınız. 56-nı yazdıq buradan. Niyə 56-nı götürürəm? Çünki burada sadə vuruq daha çoxdur. Daha azını mən 35-dən götürəcəm. 56-nı bütövlükdə götürdüm. 56-nı götürmək uşaqlar, baxın, bu sadə vuruqların hamısını götürmək deməkdir. Yəni 56-da olan bütün sadə vuruqları mən artıq götürmüşəm. İndi baxıram 35-ə. 35-də olan 5 vuruğu 56-da yoxdur. Baxın 7 var, amma 5 yoxdur. Deməli 56-nı vurmalıyam 5-ə. Bərabərdir. 5 dəfə 6 30, 0 yazdıq, 3 yadda. 5 dəfə 5 25, 3 də yadda. 28. Cavabımız edəcək 280. Keçək C variantına. Əkob 45 75. 45 75 bərabərdir. Sadə vuruqlarını ayıraq. 45 və 75. 45-i 3-ə bölürəm. 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1. 75 ayıraq sadə vuruqlarına 3-ə böldüm 25, 5-ə böldüm 5, 5-ə böldüm 1. İkisində də sadə vuruqların sayı eynidir. Yəni 3 dənədir. Hansını istəsəniz götürə bilərsiniz. Məsələn 75-i götürürəm mən. 75-i bütövlükdə götürdüm. İndi baxaq. 45-də hansı vuruq var ki, 75-də yoxdur? Baxın, 75-in sadə vuruqlarına ayrılışında bir dənə 3 var, amma 45-də 2 dənədir. Deməli, bu yoxdur bizdə. Sayı ilə eyni olmalıdır.
5 isə bir dənədir, 75-də 2 dənədir, 5-lə işimiz yoxdur. Bir dənə 3-ə vursaq cavabı tapmış oluruq. 3 dəfə 5, 15, 5 yazıram, 1 yadda. 3 dəfə 7, 21, 1 də yadda, 22. Cavabımız eləyəcək 225. Uşaqlar, bura ki, mən 75 yazmışam. Bu 75-in əvəzinə siz belə də yaza bilərsiniz. 3 vurulsun 5, vurulsun 5. Bu elə 75 deməkdir. Çatmayan 3-ü də 45-dən gətirdim, vurdum. Yenə də cavab eyni olacaq, fərqi yoxdur. Vaxt getməsin deyə bu formada birbaşa 75-in özünü də yazmaq olur. Keçək 4-cü tapşırığa. 4-cü tapşırıq üçün biz uşaqlar qayda demişik qəşəng dərslikdən tapşırıqların mövzunu öyrənəndə. Deyir ki, şifahi tab və cavabı əsaslandır. Əsaslandırmaq hissəsi nə deməkdir uşaqlar? Biz demişdik ki, 2 ədəd verilibsə, həmin ədədlərdən böyük olan kiçiyə qalıqsız bölünürsə, onda əkob onlardan böyüyünə bərabər olur, əbob isə onlardan kiçiyinə bərabər olur. İndi baxaq A variantına. Uşaqlar, əkob 20 və 60-ı soruşur. 60 20-yə əsaslandırması budur. 60 20-yə tam bölündüyü üçün əkob elə bərabər olacaq 60-a, yəni onlardan böyüyünə. 60 20 və 60 ədədlərinə qalıqsız bölünən ən kiçik ədəddir. Eyni qayda ilə B variantında 140 25-ə tam bölündüyü üçün əkob elə olacaq onlardan böyüyü, yəni 140. 108 36-ya tam bölünürmü? Bəli uşaqlar. Əbob soruşsaydı 36-nı götürəcəkdik. Əkob soruşursa cavabımız olacaq 108. Yəni burada artıq sadə vuruqlarını ayırmağa ehtiyac yoxdur. Özü də deyir ki, şifahi tap. Şifahi tapırıq. Əsaslandır deyir. Yəni deyir izah elə. Nəyə görə 108 götürürsən? Əsaslandırması budur ki, 108-i 36-ya tam bölündüyü üçün, yəni 108 36-nın bölünəni olduğu üçün əkob elə həmin ədədlərin böyüyünə bərabər olacaq. İndi D variantına baxaq. 250-yə tam bölünür. Deməli əkob olacaq 200. 95 19-a tam bölünür. 5 düşür. Cavab bizə maraqlı deyil. Sadəcə olaraq tam bölündüyü üçün əkob olacaq 95. 210 tam bölünür. Əkob olacaq 210. C variantına baxıram. 135 15-ə tam bölündüyü üçün əkob olacaq 135. Desələr ki, əsaslandır, izahını ver, bu qaydadır deyirsiniz. 88 22-yə tam bölündüyü üçün əkob olacaq onlardan böyüyü, yəni 88. 210 35-ə tam bölündüyü üçün əkob olacaq 210. İzahını da dedik hər birini. Keçək 5-ci tapşırığa. Verilmiş ədədlərdən boş xanıya uyğun olanı yaz. A variantına baxaq. Əkob 15 və hər hansısa bir ədəd bərabər olub 60-a. Uşaqlar, 60 nə deməkdir? 2 ədədin əkobunun 60 olmağı o deməkdir ki, 60 15-ə və digər ədəd hansı olacaqsa ona qalıqsız bölünür. Gəlin birinci seçək. 60 bu ədədlərdən hansına qalıqsız bölünür? Bölünməyənləri çıxaraq. Uşaqlar, 60 30-a bölünürmü? Bəli. 20-yə bölünür? Bəli. 60 40-a bölünmür. Deməli, bura ümumiyyətlə 40-ı yazmaq olmaz. 60 50-yə də bölünmür. Yazmaq olmaz. Geriyə qaldı 30 və 20. Uşaqlar, 15 və 30-u seçə bilmərik. 15 və 30-u seçsəm, baxın, buradan yazıb izah edirəm. 5-ci tapşırıqda, uşaqlar. Əkob 15-in yanına 30-u seçsəm, baxın, 30 15-ə tam bölündüyü üçün bu ədədlərin əkobu 30 olacaq. Amma bizə deyir əkob 60 olsun. Ona görə də cavabımız olacaq 15 ilə 20. İzahını da baxa bilərik uşaqlar. 15 3-ə bölürəm 5, 5-ə bölürəm 1. İndi keçdik 20-yə. 20-ni 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5-ə bölürəm 1. Əkob taparkən 20-ni götürürəm. 20-ni sadə vuruqların ayrılışını götürdüm. 15-də olan hansı yoxdur? 20-də bir dənə 3. Deməli, 20-ni bir dənə 3-ə vuracaq. Baxın, həqiqətən də 60 elədi. Ona görə də 15 və 20 ədədlərin əkobu olacaq 60. Biz bura 30-u yox, 20-ni yaza bilərik. Keçək B variantına. Eyni qaydada izah olunacaq. Baxın, uşaqlar. Hər hansısa ədədlə 18-in əkobu 90-dırsa, 90 həmin ədədlərə qalıqsız bölünməlidir. İndi bölünməyənləri gəlin çıxaq uşaqlar. 90 108-ə bölünməz. 90 72-yə bölünməz. Deməli, 90 uşaqlar
36-ya da bölünmür heç. Düzdür? 90 36-ya da bölünmür. Bunu da çıxıram. Geriyə qaldı 45. Deməli, burada olacaq bizdə neçə? 45. Gəlin sadə vuruqlarını ayırıb tapaq uşaqlar. Əçob 45, 18. Həqiqətən də isbat eləyək. Baxın, ədədləri çıxmaq qaydasında mən sizə izah etdim. İndi 45-i sadə vuruqlarına ayırıram. 3, 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1. Keçdik 18-ə. 18. Bölürəm 2-yə. 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. İndi 45-i bütövlükdə götürürəm. Çatmayanları 18-dən axtaraq. 45-də 2-dən 3 var. Burada da 2-dən 3-dür. Deməli, 18-də olan 2, 45-də yoxdur. Bir dənə 2-yə vuracam. Bərabərdir 90. Gördünüz? 45 və 18 ədədlərin əkobu oldu 90. İndi keçək C variantına. Uşaqlar, C variantını videonu dayandırıb özünüz işləyin əvvəlcə. 32 və hər hansısa bir ədədin əkobu 96-dır. 96 həmin ədədlərə qalıqsız bölünməlidir. Baxaq, 96 uşaqlar 32-yə qalıqsız bölünürmü? Bəli, bölünür. Bu hələ dayansın, bunu silmirəm. 96 64-ə bölünməz, bunu çıxdım. 96 96-ya da bölünür, 96 120-yə bölünməz, bunu da çıxdım. Deməli, xananın yerində ya 32 olacaq, ya da 96 olacaq uşaqlar. 32 ola bilməz. Çünki 32 və 32 ədədlərinin əkobu elə 32-yə bərabər olacaq. İkisinə də qalıqsız bölünən ən kiçik ədəd elə 32-nin özüdür. Deməli, burada olacaq 96. Baxın uşaqlar, 96 32-yə tam bölündüyü üçün əkob elə onlardan böyük olacaq. Yəni, biz xananın yerinə 96 yaza bilərik burada. Bu qədər. Yəni, uşaqlar, məsələn, A variantında 4 dənə ədədin hamısını 15 ilə bir-bir yoxlamaq vaxtımızı çox aparar. Ona görə bu formada lazım olmayan ədədləri çıxırıq, lazım olanlar qalır, onu da izah edirik ki, hansı uyğun olardı xananın yerində. Keçək nömrə 6-ya, artıq səhifə 14-ə keçmiş oluruq. Əkob AB-ni tapın deyir. Uşaqlar, baxın hələ A və B ədədlərini sadə vuruqlarına ayırıblar. A ədədinin sadə vuruqlarına ayrılışı 2, 3, 5-dir. B ədədinin sadə vuruqlarına ayrılışı 2, 3, 7-dir. Əkob tapmaq üçün uşaqlar, əkob AB-ni tapmaq istəyirik, düzdür? Buradan yazaq, əkob AB bərabərdir. A ədədinin sadə vuruqlarına ayrılışını götürürəm. 2 vurulsun 3, vurulsun 5. İndi baxırıq, B-də nə var ki, o A-da yoxdur. A-da bir dənə 2 var, B-də də bir dənədir. A-da bir dənə 3 var, B-də də bir dənədir. B-də olan 7 A-da yoxdur. Ona görə bir dənə 7-yə vuracağıq. Bura qədər cavabımız eləyir neçə? Ya da belə eləyək də uşaqlar, bura qədər hesablamayaq. Çünki onsuz da cavabını bilmirik. Gəlin belə eləyək. Baxın, 2 və 5-i bir-birinə vurmaq asandır. 3 və 7-ni vururam bir-birinə, eləyir 21. Düzdür? 2 dəfə də 5, 10. 21-i də 10-a vursam, yanına bir dənə 0 yazacam. Cavabımız edəcək 210. Gəlin buradan da yazaq. 2 vurulsun 3, vurulsun 5. Vurduq bir dənə də nəyə? 7-yə. Bərabərdir 210 edəcək. Keçək ikinci tapşırığa. Yəni, daha doğrusu B variantına, 6-nın B variantına. Deməli, A ədədini bütövlükdə götürürəm. 2 vurulsun 2, vurulsun 5, vurulsun 5, vurulsun. İndi baxaq B-yə. B-də uşaqlar 2 dənə 5 var, A-da da 2 dənə 5-dir. B-də bir dənə var 2, A-da 2 dənədir, var bizdə. Baxın, B-də olan 7 A-da yoxdur. Gördünüz? Bir dənə 7-yə vurmağımız kifayətdir. Bərabərdir. İndi isə uşaqlar qruplaşdıraq. Baxın, 2 dəfə 5 10 edir. Vurulsun. Bu birisi 2 ilə 5-i qruplaşdıran burada 10 edir. Bir dənə 7 qaldı. Bu ədədləri bir-birinə vurmaq görün nə qədər sadə olacaq. Cavabımız edəcək 700. Keçək C variantına uşaqlar. C variantında da yenə lövhədən mi yazım, buradan mı yazım? İstəyirəm ki, qarışıq olmasın. Gəlin buradan yazaq C variantını uşaqlar. A ədədinin sadə vuruqlarına ayrılışını bütövlükdə götürürəm. 3 vurulsun 3, vurulsun 5, vurulsun 11. Getdik B-yə baxmağa. B-də nə var? Uşaqlar, B-də 2 dənə 5 var. Baxın, A-da isə bir dənədir. Deməli, 5-ə vurmalıyam bir dənə. Başqa 11 isə var. Bir dənə 5-in biri yox idi. A-da vurduq. Bərabərdir. Cavabını hesablayaq.
Cavabımız eləyəcək uşaqlar 2475. Özünüz də vurub tapa bilərsiniz. Deməli, C variantında cavabımız oldu 2475. Burada birbaşa cavabı yazdıq. Bu tərəfdə lövhədə həlli var. Keçək 7-ci tapşırığa. 7-ci tapşırığa baxaq. Əbub və Əçobun xassələrindən istifadə etməklə tap. Aha, Əbub və Əçobun xassələri yadınızdadırmı uşaqlar? Biz demişdik ki, 2 ədədin, məsələn, A və B ədədlərinin Əbubu ilə Əçobunun hasili, aha, elə həmin ədədlərin hasilinə bərabərdir. A vurulsun B-yə bərabərdir. İndi 7-nin birincisinə baxın uşaqlar. Əçob 20-25, yəni ədədlər eynidir. Əbub 20-25. Bunları bir-birinə vurmaq elə 20-ni 25-ə vurmağa bərabərdir. Yəni siz bu qaydada yazacaqsınız 7-də. Əçob 20-25 vurulsun Əbub 20-25. Xassələrdən istifadə edirik. Bərabərdir. Yəni ayrı-ayrılıqda Əbubu, Əçobu tapmağa ehtiyac yoxdur. Bizə deyir xassədən istifadə edib tap. Yəni 20-ni 25-ə vuracam. Asan vurma qaydası. 25-i 2-yə vururam 50. Yanına da bir dənə 0 yazıram. Cavabımız eləyəcək 500. Keçirik ikincisinə. Aha, yenə Əbub və Əçobun xassələrindən istifadə eləyəcək uşaqlar. 41 və 42 ədədləri necə ədədlərdir? Ardıcıl natural ədədlərdir. Biz demişdik ki, ardıcıl natural ədədlərin Əçobu nəyə bərabərdir? Qarşılıqlı sadə olduğu üçün onların hasilinə bərabərdir. Düzdür, bölünsün. Əçob 41-42-nin əvəzinə uşaqlar 41 vurulsun 42 yazıram. Yenə də deyirəm, ardıcıl natural ədədlərdir və bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərində Əçob onların hasilinə bərabər olacaq. Bərabərdir, ixtisarlar aparıram. 41-ləri bölürəm, elə 41-in özünə 1 qalır. 42-lər də buradan gedir. Cavabımız eləyəcək 1. İzahında dedik nə üçün? Keçirik o birisi tapşırığa, yəni üçüncüsünə. 7-nin üçüncüsünə baxaq uşaqlar. Yenə də qayda eynidir. Ədədlər eynidir. Baxın, Əçob 16 və 5. Vurulsun Əbub 16 və 5. Eyni ədədlərdir. Əbubun Əçobuna vurarkən ayrı-ayrı tapmağa ehtiyac yoxdur. Elə həmin ədədləri vuracam bir-birinə. 16-nı 5-ə vuracaq. Cavabımız eləyəcək 80. Keçirik sonuncusuna uşaqlar. 12 vurulsun 18. Bölünsün Əbub 12, 18. 18 bərabərdir. 12 vurulsun 18. Olduğu kimi qalsın. Aşağıda məxrəcdə hesablama var. Hesablamanı aparaq uşaqlar. Əzbər özünüz şifahi tapa bilirsinizsə 12 və 18-in əbobunu tapın, yazın oradan. Amma əgər bilməyənlər üçün ayıraq tapaq sadə vuruqlarına. 12-ni 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ə böldüm 1. 18-i ayırdım sadə vuruqlarına 2, 9, 3-ə böldüm 3, 3-ə böldüm 1 elədi. Əbub tapanda nə iş gördük uşaqlar? Ortaq sadə vuruqların hasilini tapırıq 2, başqa ortaq bir də 3-dür. Başqası yoxdur. Ortaq sadə vuruqların hasilini tapıram. Yəni 2 vurulsun 3 bərabərdir 6. Burada da yazdım 6. İndi ixtisarlarımız olacaq. 6-nı 6-ya bölürəm 1, 18-i 6-ya bölürəm 3. Məxrəcdə 1 qaldı. Bunu yazmağa ehtiyac yoxdur. Surətdə nə qalıb? 12 vurulsun 3. Yəni cavabımız eləyəcək 36. Keçən növbəti 8-ci tapşırığa. 8-ci tapşırığa baxaq uşaqlar, nə soruşur? Əbub və Əçobun xassələrindən istifadə etməklə məhsulu tap. Yenə də uşaqlar həmin xassədən istifadə eləyəcəyik. Baxın, xassəni bir dəfədə yazıram. Əbub, AB, bu şərtlə ki, ədədlər eyni olmalıdır. Vurulsun Əçob AB bərabərdir A vurulsun B-yə. Bundan istifadə eləyəcəyik. Baxın uşaqlar, Əbub 24B bərabərdir 12-yə. Əçob 24B bərabərdir 72-yə. Biz nə dedik? Əbub AB, yəni baxın buradan yazıram. Əbub AB, yəni 24B verilibdir bizə. Vurulsun Əçob, yenə də 24B-dir, ədədlər eynidir. Bərabər olmalıdır nəyə uşaqlar? 24 vurulsun B-yə bərabər olmalıdır. İndi bunların cavablarını yazaq. 24 vurulsun B bərabərdir
Əbob 24 B-nin əvəzinə nə yaza bilərəm uşaqlar? Baxın, 12 veriblər. 12 vurulsun. Əçob 24 B-nin əvəzinə nə yaza bilərəm? Baxın, 72 veriblər. Bitdi. Oldu tənlik. Məhsulu, yəni B-ni rahatlıqla tapa bilərəm. B bərabərdir. 12-ni 72-yə vurub böyük ədəd almaqdansa, uşaqlar, biz bilirik ki, buradan B-ni tapmaq üçün 12-ni 72-yə vurub bölməliyəm 24-ə. Elə bu formada da yazım, ixtisar edeyim, daha rahat olsun. 12 ilə 24-də də ixtisar eləmək olar. 72 ilə 24-də də ixtisar. Hansını istəsənə fərqi yoxdur. 12-i 12-yə bölürəm 1, 24-ü 12-yə bölürəm 2. Nə qaldı? 72 bölünsün 2 qaldı. Yəni 36. Cavabımız eləyəcək. B bərabərdir 36. Eyni qaydada ikincisini həll edək. Yenə də yazaq. Əbob A39 vurulsun. Əçob A39. Bu nəyə bərabər olmalıdır uşaqlar? A vurulsun 39-a bərabər olmalıdır. Onda A vurulsun 39 bərabərdir. Baxın, bunların qiymətlərini yerlərinə yazmalıyıq. Yəni, cavabı neçə verilibsə, Əbob A39-un əvəzinə 13 yazıram. Vurulsun. Əçob A39-un əvəzinə 195 veriblər, yazdıq. Buradan A-nı tapmaq üçün 13 vur 195 bölünsün 39 yazmalıyıq. İxtisarlarımız var. 13-ü 13-ə bölürəm 1, 39-u 13-ə bölürəm 3. Nə qaldı bizdə uşaqlar? 195 bölünsün 3 qaldı. Bərabərdir. 19-un içərisində 3 neçə dəfə 6 dəfə yerləşir. 65 elədi, səhv eləmirəmsə, düzdür? Bəli. A ədədi oldu. Burada neçə? 65. Keçək sonuncusuna. Sonuncuda nə soruşur? Baxaq uşaqlar. Əbob D48 vurulsun. Əçob D48. Heç cavablarına baxmadan biz bilirik ki, 2 ədədin əbobu ilə əçobun hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Bunu yazdım. Aşağıdan yazıram. D vurulsun 48 bərabərdir. Qiymətlərini yazmalıyam yerinə. Əbob D48-in cavabı neçədir uşaqlar? 16. Vurulsun. Əçob D48 baxın burada verilib. 240. Buradan məhsulu D-ni tapmaq üçün 16 vurulsun 240-ı bölməliyəm 48-ə. Bərabərdir. İxtisarlar var yenə. 16-nı 16-ya bölürəm 1. 48-i 16-ya bölürəm 3. Yuxarıda qaldı 240. Məxrəsdə qaldı 3. 240-ı da 3-ə böləcəm. Cavabımız eləsin 80. Keçək növbəti tapşırığa, 9-cu tapşırığa və 10-cu qalır bu səhifədə. 2 dənə tapşırığımız qalır uşaqlar. 11-ci tapşırıqdan yəqin ki, növbəti videoda baxacağıq. 9-cu tapşırığa baxaq. Aha. Əbob 24, 48, 72 və Əçob 24, 48, 72-ni soruşur uşaqlar. Deməli, bir dəfə sadə vuruqlarına ayıraq. 24-ü, 48-i və 72-ni sadə vuruqlarına ayırıram. Həm Əbobu, həm də Əçobu soruşur. Gəlin birlikdə tapaq uşaqlar. 24-ü 2-yə böldüm 12. 2-yə böldüm 6. 2-yə böldüm 3. 3-ə böldüm 1. 48-i 2-yə böldüm 24. 2-yə bölürəm 12. 2-yə bölürəm 6. 2-yə böldüm 3. 3-ə böldüm 1. 72-ni 2-yə bölürəm 36. 2-yə böldüm 18. 2-yə böldüm 9. 3-ə böldüm 3. 3-ə böldüm 1. Uşaqlar, buradan yazıram. Əbob 24, 48 və 72 bərabərdir. Əbob tapanda nə eləyirdik? Ortaq sadə vuruqların hasilini tapıram. Gəlin ortaqları dairəyə alaq. Aha, başqa bu 2-dən də hər birində var. Yenə 2 hər birində var. Bir də 3-lər. Baxın, hər birində var. Ortaq sadə vuruqların hasilini tapıram. Ortaqlardan bilirik ki, sadəcə birini götürürük uşaqlar. 2 vurulsun 2, vurulsun 2, vurulsun 3. Bərabərdir 24. İndi Əçobunu tapaq həmin ədədlərin. Əçob 24, 48 və 72.
Uşaqlar, dərslikdə öyrəndiyimiz qəşəng bir qayda var idi, onu yadınıza salmaq istəyirəm. Biz demişdik ki, əbubu tapdıqdan sonra əbubu ortaq olmayan sadə vuruqların hasilinə vursaq, həmin ədədlərin əkobunu tapmış oluruq. Uşaqlar, baxın, ortaqları dairəyə almışam. Gəlin ortaq olmayanlara baxaq. Baxın, bir dənə 2-dir. Görürsünüz, bu ortaq deyil, tək qalıb bu. Bir də bu 3-dür. Gördünüz, bu 2 və 3-ə deyirlər 24, 48 və 72-nin ortaq olmayan sadə vuruqları. Biz nə dedik? Dedik ki, əgər biz əbubu tapdığımız bu 24-dür. Ortaq olmayan sadə vuruqların hasilinə vursaq, əcubu tapmış oluruq. Yəni 2 vurulsun 3-ə. 24-ü 2-yə 48, 48-i də 3-ə vursam 144 edəcək. Çox qəşəng qaydadır. Ayrılıqda sadə vuruqlarını aymamıza da ehtiyac yox idi. Burada cavabımız elədir 24. Burada da cavabımız olacaq 144. Yenə də deyirəm, bu qaydanı biz dərslikdən öyrənmişdik. Gəlin keçək B variantına. Eyni qaydada həll edəcəm. B variantında verilən ədədlərin sadə vuruqlarını ayırıram. Baxın, eyni ədədlərdir. 35, 105 və 210. Sadə vuruqlarını ayırıram. 35-i 5-ə böldüm 7, 7-yə böldüm 1. 105-i 3-ə bölürəm uşaqlar, 3-ə bölünür, 35 düşəcək. 5-ə böldüm 7-ni, 7-yə böldüm 1. 210-u 2-yə bölürəm 105, 3-ə bölürəm 35, 5-ə bölürəm 7, 7-yə bölürəm 1. Ortaq sadə vuruqları tapıram. Əbub tapmaq üçün əvvəlcə yazın buradan mən uşaqlar. Əbub söhbət gedir 35, 105 və 210-dan bərabərdir. Ortaq sadə vuruqları tapaq. Bu 5 hər birində var. Bir də 7-lər var hər birində. Deməli, əbub olacaq neçə uşaqlar? Ortaq sadə vuruqların hasili 5 vurulsun 7 bərabərdir 35 uşaqlar. 35, 105 və 210-un hər birinin böləni olduğu üçün birbaşa deyə bilərsiniz ki, elə 210-da, 105-də 35-ə bölündüyü üçün əbub 35-dir. Amma biz bu qayda ilə yazmalıyıq ki, əkobu da tapaq. Yəni, dərslikdəki qaydanı əslində istəyir bizdən. İndi əbublarını tapmalıyıq, həmil ədədlərin, daha doğrusu əkoblarını. Əkob 35, 105 və 210 bərabərdir. İndi ortaq olmayan sadə vuruqlarına baxın. 3 ortaq deyil, 2 və yenə də 3. Deməli, biz tapdığımız əbubu, yəni 35-i ortaq olmayan sadə vuruqların hasilinə vursaq, yəni nəyə? 3 və 2-yə. Əkobu tapmış oluruq. 35-i 2-yə vursam 70, 3-ə də vursam cavabımız eləyəcək 210. Uşaqlar, xüsusilə diqqət eləyirik ya. Baxın, bu 3-ün ikisinə də vurmayacaq. 3-lər ortaqdır ikisində. Bir dənəsinə vursaq kifayətdir. 2 və 3-ə vuram, cavabımız eləyir 210. Elə 210 35 və 105-ə qalıqsız bölündüyü üçün birbaşa 210-u da deyə bilərdik. Amma bu qaydada gözəl qaydadır. Dərslikdə verilib bizə. Keçək C variantına. Eyni qaydada baxaq. C variantında 120, 240, 360. Burada artıq şifahi deyə bilməyəcəyik. Çünki 360 240-a bölünmür, axı düzdür, böləni deyil. Ona görə də bu qaydanı bilməliyik ki, lazım olanda istifadə edək. 2-yə böldüm 60, 2-yə böldüm 30, 2-yə böldüm 15, 3-ə böldüm 5, 5-ə böldüm 1. 242-yə böldüm 120, 2-yə böldüm 60, 2-yə böldüm 30, 2-yə böldüm 15, 3-ə böldüm 5, 5-ə böldüm 1. 360-ı 2-yə bölürəm 180, 2-yə bölürəm 90, 2-yə bölürəm 45, 3-ə bölürəm 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1. Əvvəlcə ortaq sadə vuruqları tapmaqla əboblarını tapacağıq. Buradan aşağıdan yazım. Əbob 120, 240 və 360 bərabərdir. Ortaq sadə vuruqları tapaq uşaqlar. Baxın, 2-lər ortaq. Yenə 2-lər.
Yenə 2 var ortaqda, hər birində var. Sonra 3. Artıq 240-dakı növbəti 2 digərlərində yoxdur. Ona görə 3-ü götürməliyik. 3-lər ortaqdır, bir də bu 5-lər ortaqdır. Aha, indi ortaq sadə vuruqların hasilini tapıram. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5 bərabərdir. 8 dəfə üstünə silir, 24, 5-ə də vursaq 120. Deməli, bu 3 ədədin əbob oldu 120. İndi baxaq əkoba. Əkob 120, 240 və 360 bərabərdir. Nə dedik biz uşaqlar? Dedik, əbobu götürüb, əbob oldu 120. Vursaq ortaq olmayan sadə vuruqların hasilinə. Baxın, ortaq olmayan sadə vuruqların hansılardır? 2 və 3'dür. Gördünüz? 2 və 3'ə vursam əkobu tapmış oluram. Bərabərdir. 2 dəfə 3 6 eləyir. 120-ni də 6'ya vursam cavabımız eləyəcək 720. Aha, cavabları yazmamışıq gördüyünüz kimi. B variantında uşaqlar əbob oldu 35. Əkob oldu 210. C variantında əbob oldu 120. Əkob da oldu 720. Keçək 10-cu tapşırığa. A dəyişəninin verilən bərabərliyi doğru edən 3 qiymətini yaz deyir bizə. Yazaq. Əkob A 21 bərabərdir A-ya. Uşaqlar, 2 ədədin əkobu nə zaman onlardan birinə bərabər olar? Ədədlərdən biri digərinə bölünəndə. Əgər A və 21 ədədlərinin əkobu A-dırsa, deməli A ədədi 21-in bölünənidir. Bəli, çünki onlardan böyüyünə bərabər olmalıdır. Onda A-nın yerinə uşaqlar elə 21-in özünü də yazmaq olar. 21-in özünü də yazmaq olar. Sonra 42 yazmaq olar və 63 yazmaq olar. Bir də üstünə 21 gələ bilərsiniz və s. bu formada. Keçək B variantına. A və 28 ədədlərinin əkobu 28-dirsə, deməli, onlardan böyüyünə bərabər olubsa, 28 bölünəndir. Deməli, 28-in bölündüyü, qalıqsız bölündüyü ədədləri yaza bilərəm. Məsələn, neçə yaza bilərəm? Uşaqlar, 4 yaza bilərəm. Bəli, 4 və 28 ədədlərinin əkobu elə 28-dir. 7 yaza bilərəmmi? Bəli, yaza bilərəm. Çünki 28 7-yə bölünür. Başqa 14 yaza bilərəm. Baxın, bu formada. Keçək C variantına. 36 və A ədədlərinin əkobu A-dırsa, deməli A bölünəndir. 36-ya qalıqsız bölünən ədədlər. Deməli A 36-ya qalıqsız bölünür ki, əkob onlardan böyüyünə bərabər olub. 72 götürə bilərik uşaqlar. Başqa 108 götürə bilərik. Başqa 180 götürə bilərik. Vacib deyil ki, yəni mütləq 36 artırasınız. Bu formada da yazmaq olar. 36 və 72 ədədinin əkobu A-ya bərabərdir. Yəni 72-yə. 36 və 108 əkob neçədir? 108. 36 və 180 əkob neçədir? 180. Çünki 180 36-ya qalıqsız bölünür. Uşaqlar, səhifə 13 və səhifə 14-dəki tapşırıqlar bu qədər idi. 15 və 16-cı səhifədəki tapşırıqları başqa videoda izah edəcəm ki, video uzun olmasın, sizin üçün yorucu olmasın, həm də öyrənməyiniz asan olsun. Yeni videolarda görüşmək ümidi ilə uşaqlar, hələlik uğurlar hər birinizə.